bütün cinsel fəaliyyətlərin ətrafında kirlilik gəzdiyi üçün Tanrının huzurunda təmizlənmiş olaraq qalmaq daima əmək və çaba istəyidir. Belə ki, ər-arvad arasında olan cinsel ilişkidən sonra meninin aktarımı da hər iki fərdi, şəxsi başqaları ilə təmas qurmağa əlverişsiz edirdi və təmizlənənə qədər onların toxunduqları hər şey kirli sayılırdı. Hətta bir erkək üçün o erotik yuxuda belə istəmədən meninin axması belə faciə idi və yataq, o toxunduğu əşya belə kirli sayılırdı və də təmizlənməsi, parçalanması lazım idi və bu da həftələr boyunca sürən bir proses idi. Bu şəxs də kömək etmək üçün bir din adamı tapmalı idi, ona qumru və göyərçinlərdən birini qurban edərək Tanrının əfvinə, bağışlanmasına sığınırdı.